hər vaxtınız xeyir olsun. Mən Günay Həsənova. Bugün sizə o və bu əvəzliklərində vergülün işlədilməsi qaydasını izah edəcəyim. Demək olar ki, dövlət qulluğu imtahanına hər ay düşür bu mövzu ilə bağlı sual. O və bu əvəzlikləri mübtədə yerində işlənərsə, özündən sonra isim, sifət, say, zərf, fe'li sifət, modal söz gələrsə vergüldən istifadə edirik. Məsələn, deyirəm ki, o şübhəsiz ki gələcək. Odan sonra da vergül qoyulacaq. Şübhəsiz kidən sonra da. Çünki modal söz cümlənin ortasında gələrsə hər iki tərəfdən vergüldən istifadə edirik. Və yaxud da deyirəm ki, o 19-cu əsrdə yaşayıb. Odan sonra vergül qoyulacaqdır. Niyə? Çünki o mübtədə vəzifəsindədir. Özündən sonra say gəlibdir. Və yaxud da ki, vergül nə zaman istifadə etmirik? O və budan sonra əvəzlik və feil gələrsə vergüldən istifadə etmirik. Bir də köməkçi nitq hissələri gələrsə vergüldən istifadə etmirik. Modal söz istisnadır. Məsələn, deyirəm ki, o gələcək. Odan sonra vergül qoymayacaq. Çünki odan sonra feil gəlib. Və yaxud da deyirəm ki, o mənə kitab aldı. Burada da odan sonra vergül qoymuruq. Çünki odan sonra əvəzlik gəlibdir. Bəs nə zaman odan bundan sonra vergül qoyula da bilər, qoyulmuyor da. Artıq bu qaydada intonasiya ilə baxırıq. Məsələn, deyirəm ki, o şairin şeirlərini bloknota yazdı. Bu cümlədə odan sonra vergül qoya da bilərik, qoymaya da bilərik. Məsələn, mübtədə vəzifəsində o şairin şeirlərini bloknota yazdı. Kim o? Bir də deyirəm ki, o şairin, hansı şairin? Artıq burada təyin vəzifəsindədir deyə hansı sualına cavab verir, biz vergüldən istifadə etməyəcəyik. Bu qədər.